Hamıya salam, mən Məhəmməd. Bu günləri bir değişik bir hissəyə etməyə qərar verdim və bugünkü içerimizin adı Azərbaycan ilə Türkiyə birləşsə nə olardı? İndicədən keçək. Və öncəliklə deyim ki, burada sadəcə bir içerik, yəni o qədər ciddi yazılı bir şey yox. Onun içerisinde geçsek. Bir siyasi nəticələr. Yeni dövlət yaranırdı, altını fərqli qoymaq olardı. Məsələn, Türk Birliği veya Azərbaycan Türkiyə Federasiyası. Paytaxt məsələsi müzakirə olunardı, Ankara veya Bakü, bəlkə də hər ikisi. Biri siyasi, biri iqtisadi paytaxt kimi. Baxın, beynəlxalq münasibətlərdə bu birləşmə Rusiyanı, İran, Ermənistanı və Qərbi ciddi şəkildə analiz edirdi. NATO üzvlüyünün Türkiyə vasitəsilə qorunardı, amma Azərbaycanın Rusiya və İranla münasibətləri gərginləşə bilərdi. İqtisadi nəticələr. İki ölkə birləşsə təbii qaz, neft, sənaye və turizm sahələrində büyük iqtisadi güc yaranar. Azərbaycanın enerji ehtiyatları, Türkiyənin sanayi və bazar gücü, regional və iqtisadi nəhəng. Yeni iqtisadi layihələr, məsələn, Turan dəmir yolu, qardaşlıq qaz kəməri yaradıla bilərdi. Lira və manat birləşərdi. Bəlkə də Türk manatı kimi pul vahidi qəbul edilə bilərdi. Hərbi nəticələr. Ordu çox güclü ola bilərdi. Türkiyənin NATO təcrübəsi, Azərbaycanın Qarabağ müharibəsində qazandığı müasir döyüş təcrübəsi, regionda Rusiyadan sonraki ikinci en güclü ordu ola bilərdi. Müdafiə sənayesi, Bayraktar, Taya, Aselsan vesaire daha da inkişaf ederdi. Mədəni və ictimai nəticələr. İki xalq onsuz da bir millət, iki dövlətdir. Birləşmə ilə bu rəsmi olaraq bir millət, bir dövlət olardı. Dil, din, adət, ənənə eyni olduğu üçün inteqrasiya asan edərdi. Təhsil, mədəniyyət və media sahəsində ortak sistem qurula bilərdi. Çətinliklər və risklər. Bəzi beynəlxalq qüvvələr, xüsusilə Rusiya inancının birləşmə özlərini təşkil kimi görə bilərdi. Qanunlar, varlıqca idarə edən region fərqlər kimi texniki problemi yarana bilərdi. Nəticə. Əgər bu birləşmədə sülh, ədalət və bərabərlik prinsipləri üzrə qurulursa, o zaman Türk dünyasının mərkəzi gücü yaranardı və yəni yalnız Azərbaycanın Türkiyə və Türk dünyasının mərkəzi gücü yaranardı. Yəni yalnız Azərbaycan və Türkiyə üçün deyil, bütün Türk dövlətləri üçün yeni bir dövrün başlanğıcı olardı. Burada belki deyiləm, bayraq da gələ bilərsiniz, belə olardı bayraq. Və bu ümumi torpaq sahəsi Azərbaycanın 86.600 kilometr, Türkiyə isə 783.562 kilometr, yəni ki 870.162 kilometr olardı. Nəticə birləşmə nəticəsində ümumi torpaq sahəsi 870.000 kvadrat ola bilərdi. Bu Avropanın 10-cu en büyük dövləti səviyyəsindədir. Məsələn, Fransa 550.000 kilometr və Ukrayna 603.000 kilometr gördüyünüz kimi müqayisədə daha böyükdür. Torpaq və bitki örtüyü. Quru yarım səhra zonalar. Azərbaycanın Qobustan, Naxçıvan, Cəlilabad və Milli Türkiyənin İç Anadolu bölgəsi, Ankara, Konya, Kayseri. Burada duzlu torpaqlar, ot bitkiləri, kısarafit, quraqlığa davamlı bitkilər yayılmışdır. Bu 5 zonalar Azərbaycanın Qəbələ, Şəki, Zaqatala, Türkiyənin Qaradeniz bölgəsi, Trabzon, Rize, Artvin. Burada palıd, fıstıq, görüş, fırtına ağacı, Şam və Ladin kimi sıx meşələr vardır. Dağ və yaylaq bitkiləri, Böyük Qafqaz və Kiçik Qafqaz dağlarında, Türkiyənin Erzurum, Kars, Ağrı bölgələrində burada Alp otları, dağ çiçəkləri, yovşan, nane, çeşitlik otu kimi bitkilər çox ola bilərdi. Ümumi təbiət müxtəlifi, 13 fərqli iqlim tipi, 1000-dən çox bitki növü, 2000-dən çox endemik, yalnız bu torpaqlarda bitən növ, kənd təsəvvüratında pambıq, üzüm, buğda,
qarğıdalı zeytun, meyvə və tərəvəz ehtisalı artardı. Yəni gördüyünüz kimi mən özümdən, daha doğrusu özümdən dedim ya, də biraz ChatGPT-dən yardım aldım. Yəni mən özüm belə yəni elədim. Sizə nətər olardı? Məncə çox amma çox yaxşı olardı. Amma burada da risklər də gördüyünüz kimi var. Bu arada bayrağı dediyim kimi bəlkə qoymuşamdır ya, bilmirəm amma qoymuşamdır. Və gördüyünüz kimi videonun sonuna gələr. Sağ olun, salamat.